En variantı. Əbu Abdullahın döyüş meydanına getmək istəməsi, at tələb etməsi və atı gətirmək üçün heç kəsin olmaması əhvalatı. Bu zaman xanım Zeynəb gedib atı gətirdi və Həzrəti ata mindirdi. Müxtəlif mənbələrdəki moizələrə uyğun olaraq bacı-qardaş arasında baş vermiş çoxlu söhbətlər qeyd olunur və onların məzmunu ərəb və fars dilində yazılmış şeirlərdə öz əksini tapır. Bu şeirlərin vasitəsilə məclislərə rövnəq verir və cəmaatda coşğunluq yaradırlar. Deyəsən aşağıdakı əhvalat da bu qəbildəndir. Vidalaşma zamanı Həzrəti Zeynəb qardaşını ləngidərək dedi: "Anamın bir vəsiyyəti yadıma düşdü. Anam mənə deyib ki, belə bir vaxt yetişəndə Hüseynimi qucaqla və mənim tərəfimdən onun boğazından öp." Həmçinin bu əhvalat da o qəbildəndir. Həzrət gördü ki, at hərəkət etmir, hər nə qədər acıqla qışqırsa da at getmir, bir də baxıb görür ki, bir uşaq özünü atın ayaqları altına atıb. Diqqət etmək lazımdır ki, Həzrəti Zəhra vəfat edərkən Həzrəti Zeynəbin təxminən 5 yaşı var idi. En variantı. Səhifə 179. Zeynəb qətl meydanına Əbu Abdullahın başının üstünə gəldi. Er variantı. Səhifə 179. Əbu Həmzə Somali barədə düzəldilmiş əfsanə. Əbu Həmzə Somali İmam Səccadın evinin qapısını döydü, bir kəniz qapıya gəldi. Qapını döyənin Əbu Həmzə olduğunu bildikdə, Həzrətə təsəlli vermək üçün onu yetişdirdiyinə görə Allaha şükr etdi. Çünki həmin gün Həzrət 2 dəfə özündən getmişdi. Sonra Əbu Həmzə evə daxil oldu, Həzrətə təsəlli verərək şəhadətin bu ailədə irsi olduğunu dedi. Baba, ata, əmi, imam buyurdu: "Bəli, lakin əsarət bu ailədə irsi deyildi." Sonra bibilərinin və bacılarının əsillikdə çəkdiyi əziyyətlərdən bəzilərini nəql etdi. Yaxud Hişam ibn Əl-Həkəmdən bir əhvalat nəql etmişlər və o əhvalatın qısası budur. İmam Sadiq Bağdadda olduğu vaxtlar hər gün imamın hüzurunda olmalı idi. Bir gün şiələrdən biri Hişamı yas məclisinə dəvət edir və o, imamın hüzurunda olmalı olduğunu bildirib üzr istəyir. Həmin şəxs deyir: "İmamdan icazə al." Hişam deyir: "Bu barədə imamın yanında danışmaq olmur. Çünki halı xarab olur." Kişi dedi: "O zaman icazəsiz gəl." Hişam dedi: "Bu da mümkün deyil. Çünki imam məndən soruşacaq." Sonra bir təhər Hişamı apardı. Sonraki gün imam maraqlandı və təkrar sualdan sonra məsələni açıqladı. İmam buyurdu: "Elə güman edirəm ki, mən orada deyildim və ya belə məclislərdə iştirak etmirəm." Dedi: "Sizi orada görmədim." Buyurdu: "Otaqdan çıxan zaman ayaqqabılarının yerində bir şey görmədin?" Ərz etdi: "Oraya bir paltar düşmüşdü." Buyurdu: "O mən idim. Əbanı başıma çəkdim və yerə yıxıldım." Aşağıdakı əfsanə də bu əfsanəyə bənzəyir. İmam Səccad bir yas məclisində iştirak edirdi. Çıraqları söndürdülər, məclis bitdikdən sonra çıraqlar yandırıldı və gördülər ki, imam onların ayaqqabılarını cütləyib. 17. 183-cü səhifədə deyilir: Bu insanların və bəzi yazarların əsassız, mənbəsiz xəbər və əhvalat nəql etməyə, yalan quraşdırmağa, hədis və əhvalat düzəltməyə bu cür cəsarətli olmasının 2 səbəbi vardır. Birincisi, bunlar deyirlər ki, mədh və ağlatmağa dair hədislərdə hansı formada ağladın və ya nə oxuyun deyə bir söz yazılmayıb. Bu hədislərdə ağlatmağın və hansı əhvalatların deyilməsinə dair heç bir şey yazılmadığına görə məlum olur ki, ağlatmağa, ürək yandırmağa və gözdən yaş çıxmasına vasitə olan hər şey bəyəniləndir. Buna əsasən yalanı qadağan edən hədislər yas mərasiminə şamil olunmur. Bu deyim əsas götürülsə, bir çox böyük günahları mübah və hətta müstəhəb etmək olar. Məsələn, möminin qəlbini şad etməyin fəzilətinə aid olan hədislər. Deməli, məsələn, qeybət, yaxud bir naməhrəmi öpmək və ya onunla zina etmək və ya buna bənzər hərəkətlər əgər kiminsə qəlbini şad ediriksə, caizdir. 18. 186-cı səhifədə deyir: Yəz şəhərinin mötəbər elm adamlarından biri mənim üçün danışdı ki, bir dəfə Yəzdən müqəddəs Məşədə çox böyük əziyyətlə, çöllük yol ilə piyada ziyarətə getdim. Yolumun üstündə olan Xorasan kəndlərinin birinə daxil oldum.
Ora Nişaburun yaxınlığında yerləşirdi və mən qərib olduğum üçün həmin kəndin məscidinə getdim. Axşam düşəndə kənd cəmaatı yığıldı. Bir çıraq yandırdılar. Bir pişnamaz gəldi və şam ilə axşam namazını cəmaatla qıldı. Sonra qalxıb minbərdə oturdu. Bu zaman məscidin xidmətçisi bir ətək daş gətirib minbərin yuxarısına, yəni axundun yanına qoydu. Heyrətlə fikirləşdim ki, görəsən bu daşlar nə üçündür? Bu vaxt axund rozu oxumağa başladı. Bir neçə kəlmə oxumuşdu ki, xidmətçi qalxıb çıraqları söndürdü. Təəccübüm daha da artdı. Elə bu zaman minbərin yuxarısından cəmaata daş atılmağa başladı. Təəccübüm daha da artdı. Elə bu zaman minbərin yuxarısından cəmaata daş atılmağa başladığını gördüm. Qışqırtı qopdu. Biri deyir vay başım, başqası deyir vay qolum, üçüncüsü deyir vay sinəm. Beləliklə ağlaşma və şivən qopdu. Bir qədər keçdi, daş qurtardı. Axund da dua oxumağa başladı və çıraqları yandırdılar. Cəmaat üst-başı qan içində və gözü yaşlı halda dağılışdı. Sonra mən pişnamazın yanına gedib bu çirkin işin nə mahiyyət daşıdığını soruşdum. Dedi, rozu oxuyuram və bu cəmaat da belə eləməsəm ağlamır. Onları Əbu Abdullah üçün ağlatmağın savabını qazanmağa görə bu şəkildə ağlatmaqdan başqa çarəm yoxdur. 19. Səhifə 187. İkincisi, alimlərin öz əsərlərində fəzilətlər, əhvalatlar və müsibətlərə aid bölmələrdə zəif xəbərləri, düzgün olmayan hədisləri nəql etmək ənənəsi, onların bu mövzularda xüsusilə müşahidə və hiss olunduğu kimi sonuncu mövzuda səhlənkarlığı. Sonra mərhum hacı hədis dəlillərində güzəştə getmək mövzusuna toxunaraq zəif və süst hədisləri bir-birindən fərqləndirir və deyir. Süst hədislərdə güzəştə getmək olmaz və güzəştə getmək icazəsi yalnız zəif dəlillərə aiddir. 20-ci. 193-cü səhifədə deyir. Zəfər-i Cinni və Qasimin toyu barədə yayılmış nağıllar Kaşifinin rozəsində və ikinci hadisə Şeyx Tureyhinin Müntəxəbində yazılıb. Tureyhinin Müntəxəb kitabı Həzrəti Əbdüləzimin Rey şəhərində diri-diri dəfn olunması və bu qəbildən olan bir sıra süst xəbərləri əhatə edir. 21. 194-cü səhifə. Toy əhvalatı Kaşifinin rozəsindən qabaq heç bir kitabda görülməmişdir. Avam cəmaat arasında yayılmış Rey və onun ətrafında yerləşən Zübeydə, Şəhribanu və ikinci Qasım əhvalatına gəldikdə isə məlumdur ki, bunlar əsassız ehtimallardır. Qasım İbn Əl-Həsənin davamçısı olmadığı barədə bütün alimlər yekdil rəydədirlər. Çünki həddi buluğa çatmamış şəhid oldu. 22. 195-ci səhifədə deyir. Kuleyninin müasiri və şiə olan Məsudi İsbatul Vəsiyyədə imamın öldürdüklərinin sayını 1800 nəfərə çatdırır. Məhəmməd ibn Əbu Talib isə 1950 nəfərə çatdırır. Amma 1000 il sonra yazılmış bir kitabda, Dərbəndinin Əsrar-ı Şühəda kitabında imamın öldürdüyü şəxslərin sayını 300 min, Həzrəti Əbülfəzlin öldürdüklərini 25 min və başqalarının da öldürdüklərini 25 min nəfərə çatdırır. Əgər fərz etsək ki, imam 5 saniyədə bir nəfər öldürüb, o zaman 300 min nəfəri öldürməsi üçün 83 saat 20 dəqiqə vaxt lazımdır ki, bu da onların dediyi 72 saatlıq gün ilə uyğun gəlmir. 25 min nəfərin öldürülməsi üçün isə əgər saniyədə bir nəfər öldürülsə, 6 saat 56 dəqiqə 40 saniyə vaxt aparar. Bundan əlavə 1.600.000 nəfərlik cəmiyyət Kərbəla səhrasına sığmaz. Bunların lazımi avadanlıqları haradan gətirilirdi? Yeri gəlmişkən qeyd edək ki, onlar bütünlüklə Kufə əhalisindən idilər və Hicaz və Şamdan kimsə aralarında yox idi. Burada adamın yadına məşhur bir əfsanə düşür. Bir nəfər sözləri şişirtməyi xoşlayan şəxs Heyrat şəhərinin hansı vaxtdansa böyüklüyündən danışarkən deyir. O vaxt Heyratda 21 min kəllə parça bişirən bir tək gözlü Əhməd var idi. Buna bənzər sözləri Kəşmər şəhərinin sərvağacları, Bəni İsrailin sayı və əks tərəfin
Yəni Fironun qoşunlarının sayı və s. üçün demişlər. Allah ağıl versin. 23. 202-ci səhifədə başqa bir əfsanəyə işarə edir və bir öncə nəql etdiyimizi nəzərə alaraq onu 12-ci mənbədə yerləşdiririk. 23. 202-ci səhifədə başqa bir əfsanəyə işarə edir və biz öncə nəql etdiyimizi nəzərə alaraq onu 12-ci bənddə yerləşdiririk. Q variantı. Bir gün Həzrəti Əmir minbərdə xutbə oxuyurdu. Bu zaman Həzrəti Seyyid-ü-Şühəda əleyhissalam su istədi. Həzrət qəmbərə su göndərməsini əmr etdi. Abbas o vaxt uşaq idi. Qardaşının susuz olduğunu eşitdikdə anasının yanına qaçdı. Qardaşı üçün bir kəsa su alıb başına qoydu və hərəkət etdikcə su kəsanın ətrafından tökülürdü. Elə bu vəziyyətdə məscidə daxil oldu. Bunu görən ata ağlayaraq buyurdu. Bu gün belə, Aşura günü isə elə. Əlbəttə, bu əhvalat yəqin ki, Küfədə baş verib. Çünki söhbət minbərdən və xutbədən gedir. O zaman isə 30 neçə yaşlı bir kişi olub. O yaşda kişinin atası söhbət etdiyi vaxt o qədər cəmiyyətin içində ondan su istəməsi mümkün deyil. Bundan əlavə bu barədə heç bir mənbədə məlumat yoxdur. P variantı. Həzrət Əbülfəzl Siffeyn də 80 nəfəri bir-birinin ardınca göyə atdı və 80-cisini atarkən hələ birinci qayıtmamışdı. Hansı qayıdıb gəlirdisə, qılıncla 2 parça edirdi. P variantı. Pak Əhl-i Beyt üçün bir neçə qız düzəldib qoşdular. Xüsusilə Həzrət Əbu Abdullah üçün. Bəzilərini Mədinədə saxladılar. Bəzilərini Kərbəlada ərə verdilər. Bəzilərini Cəbrailin sözü, onların azyaşlılarını susuzluq öldürür, doğru çıxsın deyə Kərbəlada susuzluqdan öldürdülər. Bəzilərini də Abdullah ibn Əl-Həsən kimi qətl meydanında şəhid etdilər. 24. 208-ci səhifədə yekun söz, doğru olmayan hadisələr, yas məclislərində yalan əhvalatlara qulaq asmağın məzəmməti barəsindədir. Allah Teala Yəhudi və münafiqləri məzəmmət edərkən, onların xəbis sifətlərini və çirkin işlərini bəyan edərək buyurur. Yalana qulaq asarlar və haram yeyərlər. Behişt əhli barəsində buyurur. Orada lağlağı və yalan sözlər eşitməzlər. Bu dünyada yalana adət etmiş, hətta axirət və məfiqdə, sual-cavab üçün saxlanılan yerdə onu tərk etməyən cəhənnəm əhli barədə buyurur. Qiyamətin qopacağı gün günahkarlar bir saatdan artıq ləngimədiklərinə and içərlər. Bu şəkildə haqdan azar və dönərlər. Allah Teala onları qaldırdığı üçün sizin üçün and içdikləri kimi onun üçün də and içərlər və haqlı olduqlarını güman edərlər. Agah olun ki, bunlar yalancıdırlar. Eyni zamanda buyurur. Onda onların Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik deməkdən başqa heç bir üzürləri olmaz. Gör özlərinə necə yalan söyləyirlər. Öz yalanlarından uydurduqları şeylər isə onları necə də itib getdi. Batil və yalan sözlərdən çəkinin. Faydasız və batil işlərə şahid olmayanlar burada yaxşı müsəlmanları tərifləyir. 25. 213-cü səhifə. Eyni zamanda yalanın bir çox növlərinin qaynağı dildir və yalan söyləmək kimi bir çox günahların dinlənilməsi qəbahətli sayılır və məzəmmətə layiqdir. Məsələn, qeybət, təhrik edici musiqi, söyüş, böhtan, istehza və bunların oxşarları. Çünki şəriətdə qeybət haram olduğu kimi ona qulaq asmaq da haramdır. Təhrik edici tərzdə oxumaq haram olduğu kimi ona qulaq asmaq da haramdır. Allah övliyalarını və mömini söymək küfür və ya günah olduğu kimi ona qulaq asmaq da haramdır. Allah Teala buyurur. Əlbəttə Allah kitabda, yəni Quranda sizə nazil etmişdir ki, Allah ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, onlar ayrı bir söhbətə girişməyincə onlarla bir yerdə oturmayın. Ona görə ki, onda siz də onların tayı olarsınız. Hər kəs bir günah iş tutsa, ilahi ayələrdən birini istehza etmiş olur. 26. Hal-hazırda elm və bilik sahibləri Həzrət Əbu Abdullah üçün yeni bir müsibət məclisləri təşkil etməlidir. O mübarək vücuda dəyən yaraların bütün növlərini onun ziyarətçilərindən, məzarının yanında yaşayanlardan, xidmətçilərindən,
O Həzrətin elmini öz sinələrində daşıyanlardan, ibadət əhlindən, onun ardıcıllarından və başqalarından gecə-gündüz alaraq qayğıkeş bir dindara vermək gərəkdir. Qoy təqva, dəyanət, qeyrət və təəssüb əhlinin məclislərində oxusunlar, yansınlar, ağlasınlar. Allah Taala'dan isə ədaləti, əmin-amanlığı yayan, fəzilət və ehsanı vüsətləndirən, küfrün, nifaqın və ədavətin kökünü kəsən bir sultanın zühurunu və uğrunu tezləşdirməsini istəsinlər. 27. Bu isə 4 fəsildə verilir. A fəsli. Təhrifin mənası və növləri. Eyni zamanda Aşura hadisəsində təhrifin bir neçə növünün baş verməsi. B fəsli. Ümumi təhrif amilləri və Aşura hadisəsində xüsusi təhrif amilləri. Başqa sözlə desək, ümumiyyətlə hadisələrdə təhrif üçün məsuliyyət daşıyanlar və bu hadisədə xüsusi məsuliyyət daşıyanlar. C fəsli. Aşura hadisəsində söz və ya məna baxımından, surət və ya ruh baxımından baş vermiş təhriflərin izahı. D fəsli. İslam alimlərinin bu məsələdə ümumi vəzifəsi və bu hadisə ilə bağlı xüsusi vəzifəsi. Üsul-i Kafi, cild 1, səhifə 54-də bidətlər aşkar olan zaman alimə öz elmini aşkar etmək vacibdir. Əks təqdirdə Allahın lənəti ona gələr. Və ya buyurur, Üsul-i Kafidə cild 1, səhifə 32-də orada yazılmışdır. Bizim hər bir nəsildə bir sıra adil şəxslərimiz vardır ki, onlar ifrata varanların təhrifini və batilçilərin yalanlarını bizdən, yəni dindən uzaqlaşdırar. Müsəlman ümmətinin bu məsələdə ümumi yöndə və Kərbəla hadisəsində xüsusi olaraq təhrifləri dinləməkdə ortaq olmağın haramlığı, əməli mübarizənin və nəhyəz münkərin zəruriliyi baxımından vəzifəsi də burada bəhs olunur. 28. Təhrifin mənası. Rağib müfrədatda belə deyir. Bir şeyin hərifi onun tərəfi və kənarıdır. Bir şeyin təhrifi isə onu əyməkdir. Qələmi əyən kimi, sözün təhrifi odur ki, onu ehtimal olunan iki tərəfdən birinə yönləndirəsən. Əlbəttə, bu o zaman mümkün olar ki, hər iki mənaya yönəltmək mümkün olsun. Allah Taala buyurub, sözü öz yerindən təhrif edərlər. İmam Fəxri Razi öz təfsirinin 3-cü cild 134-cü səhifəsində Bəqərə surəsinin 75-ci ayəsini izah edərkən deyir. Qəffal deyib, təhrif dəyişmək və əvəz etməkdir. Onun kökü bir şeydən sapmaq və azmaqdır. Allah Taala buyurub, döyüş üçün yer dəyişmək və ya bir dəstədə yerləşmək istisna olmaqla. Təhrif bir şeyi layiq olduğu yerdən meylləndirmək və əyməkdir. Məsələn, belə bir ifadə var. Başa əyilmiş qələm. Qazi deyib, təhrif bəzən sözdə, bəzən də mənada baş verir və təhrifi sözün dəyişməsi mənasında işlətsək, mənanın dəyişməsi mənasında işlətməkdən daha yaxşı olar. Söz təhrifi bir sözü azaltmaq və ya çoxaltmaq, yaxud bir sözü və ya cümləni yerindən qabağa, ya sonraya salmaqdan ibarətdir. Yəni, hansı halda olursa olsun, mənanı dəyişmək və ya azaldıb çoxaltmaq təhrif adlanır. Ən böyük təhlükə mənanı dəyişən təhriflərdən irəli gəlir. Bu qəbildən olan təhriflər kitablarda və yazılarda çoxdur. Hətta şeirlərdə, xüsusilə korrektor tələsib ötəri işlədikdə belə təhriflər baş verir. Mövləvi öz şeirlərinin birində belə deyib. Məhəbbətdən mislər qızıl olar. Məhəbbətdən acılar şirin olar. Sonra bu misranı köçürənlər əlavə ediblər. Məhəbbətdən çöküntülər durular, xəstəliklər şəfaya, tikanlar gülə, sirkələr şəraba, dar ağacı taxta, dərd yükü bəxtə, daş yağa, hüzün şadlığa, qulyabani ilana, ölü diriyə və şah rəyyətə və qula çevirilər. Bircə bu qalıb ki, desinlər tavan divara, yemiş qarpıza və stəkan nəlbəkiyə çevirilər. Mənəvi təhrifə gəldikdə isə buna 3 misal gətirək. Birincisindən Müaviyə, ikincisindən Xəvaric və üçüncüsündən isə Şiyələr İmam Sadiqin hədisindən sui-istifadə etdi.
Əlbəttə, Həzrət özü bunu düzgün şəkildə izah etdi. Quranda söz tərifi baş verməyib, lakin doğru olmayan təfsirdən irəli gələn məna təhrifi çox olub. Məntiq alimləri çaşdırma, yəni müğalitə fənni barədə demişlər ki, bu ya söz baxımından, ya da məna baxımından baş verir. Onun bir sıra növlərini qeyd etmişlər və bu isə bizim bəhsimiz üçün xüsusilə ərəb və fars dilində misal tapmaq baxımından çox faydalıdır. Quran sözün tərifindən bir çox ayələrdə söz açmış və bunu pisləmişdir. Amma Quran anlamında kəlmə həm cümləyə, həm şəxsiyyətə, həm də hadisəyə şamil olduğu üçün təbii olaraq təhrif də bir neçə növə bölünür. Cümlələrin təhrifi, hadisə və tarixlərin təhrifi və şəxsiyyətlərin təhrifi. Üçüncü növ üçün Seyyid Mürtəza Cəzairinin Qoftari Mah kitabında dərc olunmuş çıxışına müraciət edin. 29. Bizim bəhsimiz ikinci növ, yəni hadisələrin təhrifi barəsindədir. Bu növdə həm sözün təhrifi mümkündür, yəni hadisənin nəql edərkən nəyinsə azaldılıb çoxaldılması baş verə bilər. Həm də məna baxımından təhrif mümkündür. Yəni, hadisənin ruhu və əsl mahiyyəti hesab olunan səbəblər, amillər, stimullar, hədəflər, məqsəd və niyyətlər dəyişdirilə bilər. Elə buradan məlum olur ki, təhrifin əhəmiyyəti onun mövzusunun əhəmiyyətinə bağlıdır. Yəni, mövzu adi bir söz, adi bir hadisə ya adi bir şəxsiyyət barəsində ola bilər. Ancaq təhrif elə bir sözdə, hadisə və ya şəxsiyyət barəsində baş verə bilər ki, o, bir cəmiyyətin tarixi, əxlaqi, tərbiyəvi və dini sənədi hesab olunur. Ona görə də Allaha və onun rəsuluna yalan uydurmaq yalanın ən çirkin növüdür və orucu batil edir. Dünyəvi qanunlar baxımından da belədir. Rəsmi sənədlərin saxta yolla düzəldilməsi və ya təhrif olunması təqsir dərəcəsi baxımından xəta yox, cinayət hesab olunur.